Qardaş, nə qədər iclas eləyəcəksiniz siz? Nə qədər müzakirə eləyəcəksiniz? Nə qədər iclasda olur? Bir hansısa bir addım atılmalıdır. Ciddi bir addım atılmalıdır. Rusiya da görməlidir ki, yox, burada vəziyyət yaxşı deyil. Rusiya qırıcıları 13 dəqiqə Estoniya səmasını pozurlar, hava məkanını pozurlar. 13 dəqiqə. Onlara qarşı heç bir addım atılmır. Bu biraz NATO'nun da Avropa Birliği'nin də zəif nöqtələrini göstərdi. Bu zəif nöqtələrini təmir etməsələr, bu provokasiyalar Rusiya tərəfindən ciddi şəkildə artacaq. Görün nə qədər həyasızlaşıblar ki, Peskov deyir ki, Rusiya sərhəddi, Rusiya təyyarələri vurulsa bu müharibə olacaq. Biz sərhəddi indi təsadüfən poza bilərik də. Elə şey olar, sən təsadüfən poz, təsadüfən bombala, təsadüfən işğal elə şey olur. Elə olmur axı. Ona görə də mən düşünürəm ki, bax bu eskalasiya Rusiyanın belə deyək, bütün nəzərdə tutduğu dividendləri əldə etməməsi ilə nəticələndi. Bir dənə də bir şey də deyim, Avropa ilə bağlı. Bir şey mənə açığı çox da aydın deyil və mən bunu müxtəlif mənbələrdən araşdırarkən görürəm ki, məsələn, Avropa Birliyi ölkələri, sərhəddi pozulan ölkələr, əsasən də Danimarka, Oslo, Norvegiya, onlar nəyə görəsə onların əlində ciddi kosmik kəşfiyyat məlumatları var da. İndi Sputniklər elə inkişaf edib ki, yerdə gedən avtomobilin nömrəsinə qədər görmək mümkündür. Nömrəsinə qədər. Yəni, niyə onların əlində belə ciddi faktlarla qoymurlar ki, bunu Rusiyaya? Hələ bunu demirlər. Rəsmi şəkildə demirlər, yeri gəlmiş. Bunu qeyri-rəsmi televiziyalar deyir, media yazır, ekspertlər deyir. Amma məsələn, Danimarkanın müdafiə naziri dedi ki, bizim əlimizdə hələ bir faktlar yoxdur ki, bunun mənşəyini elan edir. Niyə? Bax, burada nədən çəkinirlər? Bəlkə də ondan çəkinirlər ki, bunu çıxıb etiraf eləsələr ki, 100% bu Rusiya idi. Gərək onda əks tədbirdə görərlər. Məsələn, Danimarka yanğınlığında bir gəmidən çıxdığı və yaxud da göndərildiyi ehtimal olunur Rusiya gəmisindən. Gərək o gəmini onda vurub belə sıradan çıxararlar. Bəlkə də bu məsələyə görə Avropa Birliyi yenə də bəzi məqamlarda həddindən artıq çəkincən, həddindən artıq yumuşaq, həddindən artıq belə deyək də geri çəkiləcək bəzi addımların atılması ilə də yadda qalır. Bu o qədər də yaxşı bir şey deyil Avropa Birliyi adına. Birincisi bu Xəzər dənizi ilə bağlı. Burada bir antropogen məsələləri və təbii prosesləri gərək bir-birindən ayıraq. Yəni insanın təsiri ilə Xəzərin çiklənməsi, suyunun azalması məsələsi var. Amma bunun bir təbii hadisələrlə də, ciklikliklə də əlaqəsi var da. Yəni 150 il bundan qabaq Xəzərin suyu da artırdı, azalırdı. Yəni bunun bir ciklik tərəfi də var. Amma Rusiya nə edir? Əsasən Volqa çayıdır, Xəzərin əsas su mənbəyi. Volqa çayı üzərində kifayət qədər çoxlu bəndlər, suvarma kanalları, elektrik stansiyaları qurulmaqla Volqanın və Ural çayının yeri gəlmişkən iki böyük çaydır, Rusiya ərazisindən gəlib və Xəzəri qidalandıran. Onların suyu xeyli dərəcədə azalıb. Xəzərə tökülən su azalıb. Yəni bu Xəzərin səviyyəsinin azalmasında mühüm rol oynayan antropogen faktordur. Yenə təkrar edirəm, bunun təbii siklik tərəfi də var. Ola bilər ki, 100 ildən sonra Xəzərin suyu səviyyəsi indikindən daha çox olsun. Yəni belə bir sikliklər mövcuddur. Amma faktiki olaraq insanın təsirləri Rusiyadan qaynaqlanan bu problemlər Xəzərin suyunun azalmasında ciddi rol oynayır və çox güman ki, Prezident İlham Əliyev də buna işarə eləyirdi. Yəni, bu tək ekoloji bir problemi olmadığını deyərkən iki böyük çayın, Ural və Volqa çayının Xəzərə tökülən sularının azalmasına işarə eləyir. O ki, qaldı təhdidlərə və Xəzərdən gələ biləcək təhdidlərə. Bilirsiniz, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa edəndən sonra zaten bütün problemlər Rusiya ilə bağlı problemlər ondan sonra başladı da. Bu təyyarə qəzası, daha doğrusu təyyarəmizin vurulması, oradakı diasporaya qarşı hərəkətlər, bunlar Rusiyanın reaksiyaları idi. Yəni, bu səbəb deyildi. Azərbaycanla Rusiya arasında Rusiyadan qaynaqlanan gərginlik ondan başladı ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini Rusiyanın gözləntilərindən daha artıq şəkildə bərpa elədi və Rusiya sülhməramlarını 24-cü ildə Azərbaycandan qovub çıxartdı. Bu çox ciddi təsir elədi də, çox ciddi təsir elədi və bugün Rusiyanın o instinktiv davranışlarının əsasında duran məsələ budur. Yəni, Rusiya gözləmirdi bu.
və Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra daha sərbəst davranmaq imkanları və fürsətləri qazanır. Və nə qədər qəribə səslənsə də, bizim ərazi bütövlüyümüzün bərpa olunmamız, suverenliyimizi bərpa etməyimiz Ermənistanı da ürəkləndirir. Ermənistan da daha sərbəst davranmağa başladı. Çünki Qarabağ kimi məsələ hər ikimizin başımızdan asılan bir Damokl qılıncı kimi idi. Rusiya daim bundan istifadə edir. Xəzər dənizini tək başına Azərbaycanın qoruması çətin olacaq. Gələk bunu da açıq deyək. Və ona görə də Azərbaycan Xəzər dənizi hövzəsində strateji müttəfiqlərimizlə əməkdaşlığı genişləndirməlidir. Çox güman ki, belə də olacaq. Həm qardaş Türkiyə, çünki Şuşa bəyannaməsi var, ondan doğan addımlar var. Həm Pakistan, İsrail, başqa ölkələr fərqi yoxdur. Yəni, Azərbaycan Xəzər hövzəsində özünün qoruma vasitələrini daha da inkişaf etdirməli və Xəzəri də bir alınmaz qalaya çevirməlidir, ən azından bizim sahillərimizi. Və bunun üçün də kifayət qədər ciddi fürsətlər və imkanlar var. Və Azərbaycan çox güman ki, belə addımlar atacaq. Yəni, təkrarəm, Azərbaycanın öz imkanları və fürsətləri ilə Xəzər hövzəsini, çünki Xəzərdə həm şimalda, həm cənubda, belə deyək də, şıltaq qonşularımız var, yumuşaq dillə desəm. Yəni, hər iki tərəfdən özümüzü qorumaq üçün ciddi şəkildə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Və NATO-da, məsələn, NATO ölkələri arasında Türkiyə, qardaş Türkiyə tək ikinci güclü ordu deyil. Həm də Amerikadan sonra ikinci böyük donanmasına, Britaniya ilə yanaşı böyük donanmaya malik, yəni dəniz güclərinə malik, dəniz əməliyyatlarında istifadə oluna biləcək bir gücə malik ölkədir. Və bunun da öz Osmanlıdan doğan gələnəkləri var, necə deyərlər, ənənələri var. Yəni, ona görə də biz müttəfiq olduğumuz ölkələrlə Xəzər dənizinin möhkəmləndirilməsi, üç dəniz strategiyasının getdikcə daha çox, belə deyək, bərqərar olunmasına çalışmalıyıq. Üç dəniz strategiyası çoxdan qəbul olunub. Baltik dənizi, Qara dənizi və Xəzər. Və faktiki olaraq addım-addımda bu yolla gedilir. Baltik dənizi NATO dənizinə çevrildi. Rusiyanın bu müharibədə ən çox uduzduğu məsələlərdən biri də oldu ki, bu müharibəni nə adla başlamışdı Heydər bəy? Deyirdi ki, biz NATO-nu öz sərhədlərimizdən qovuruq. Qovmaq istəyirik və ona görə də Ukraynaya qarşı təcavüzə başladı Rusiya. Nə baş verdi? NATO əksinə quru sərhədləri 2 dəfə artdı, Finlandiya və İsveç NATO-ya üzv olandan sonra. Baltik dənizi isə NATO-nun daxili dənizinə çevrildi. İndi bir Peterburq ətrafından, çox kiçik bir buxtadan Rusiyanın Baltik dənizinə özdə icazə ilə NATO dövlətlərinin nəzarəti altında çıxış imkanları oldu. Qara dəniz Ukrayna müharibəsi nəyə gətirdi, çıxartdı? Qara dəniz demək olar ki, Rusiyanın əlindən çıxdı. Qara dənizdə burnunu çıxarda bilmir. Yəni, Qara dəniz donanması demək olar ki, tamamilə sıradan çıxarıldı müharibə dövründə. Qara dəniz də demək olar ki, NATO-nun daxili dənizinə çevrildi. İndi növbə üçüncü dənizdir. Növbə Xəzərdədir. Yəni, bu üç dəniz strategiyasının son ayağı Xəzərdir və mənə elə gəlir ki, Xəzər dənizinin də güclü bir, belə deyək də, strateji, coğrafi mövqeyini nəzərə alaraq, gələcəkdə karvanların qorulması, yol xətlərinin qorulması, orta koridor, şərq-qərb, bu koridorların qorunması üçün Xəzərdə də Azərbaycanın bir başa iştirakı ilə müttəfiq dövlətlərlə, belə deyək, təhlükəsizlik sistemi qurulmalıdır.